Təsəvvür edin ki, tarixdə elə bir əşya var idi ki, onun qiyməti qızıldan 10 dəfə baha idi. Krallar onu öz xəzinələrində saxlayırdı. Həkimlər isə onu bütün xəstəliklərin dərmanı sayırdı. İnanırdılar ki, bu əşya zəhəri dərhal aşkar edir, xəstəlikləri sağaldır, yox edir və hətta sahibini pis insanlardan, onu öldürmək istəyən insanlardan qoruyur. Bu əşyanın adı isə unicorn buynuzu, yəni təkbuynuzlu atın buynuzu idi. Unicorn, yəni təkbuynuzlu at, bu obraz min illərdir ki, insanların fantaziyasını bəzəyir. Qədim kitablar, nağıllar, miflər, hətta rəsmlər unicornlarla doludur. Saf və müqəddəs bir varlıqdır. Yalnız yaxşı insanların gözünə görünür və onun buynuzu qızıldan belə dəyərlidir. Amma problem burdadır ki, unicornlar heç vaxt mövcud olmayıblar. Bəli, düz eşitdiniz, unicornlar heç vaxt olmayıblar. Unicorn haqqında ilk yazılı məlumatlar təxminən eramızdan əvvəl 400-cü illərə gedib çıxır. Yunan tarixçisi Ktesias Hindistanda yaşayan qəribə bir məxluqdan, tək buynuzu olan vəhşi atdan, başının isə uzunqulağa bənzədiyini deyirdi. Sonra bu mif Roma müəllifləri, daha sonra isə orta əsr xristian yazıları və Avropa əfsanələri vasitəsilə yayılmağa başladı. Orta əsrlərdə unicorn saflığın, təmizliyin, gücün və ilahi bir varlığın simvolu sayılırdı. 16-cı əsrdə Avropada inanılmaz bir şey baş verdi. Tacirlər birdən-birə bazarlara alikorn adlanan, yəni həmən buynuz adlanan buynuzları gətirməyə başladılar. Alikorn güya unicorn buynuzu idi. Bu buynuzlar haqqında belə deyilirdi. Onlar zəhəri dərhal aşkar edir, suyu təmizləyir, hətta onun toz şəklində suya qatıb içsəniz bütün xəstəliklərdən sağalacağınız belə qeyd olunurdu. O dövrdə krallar bildiyiniz kimi daim zəhərlənməkdən qorxurdular. Çünki saray intriqaları həddən artıq çox idi və kiminsə yeməyinə əlbəttə ki, zəhər qata bilərdi. Saray üçün bu buynuz ideal bir təhlükəsizlik sistemi yaradırdı. Bu səbəbdən də orta əsrlərdə alikorn ən qiymətli xəzinələrdən biri sayılırdı. Bəzi hallarda onun qiyməti öz çəkisinin 10 qat qızıla bərabər olduğu belə qeyd olunurdu. Bir çox Avropa hökmdarlarının xəzinəsində unicorn buynuzları saxlanılırdı. İngiltərə kraliçası 1-ci Elizabetanın belə bir buynuzu olduğu deyilirdi və o bu buynuza 10.000 funt sterling pul ödəmişdi. Həmin dövrdə bu pula bir saray almaq olardı, bir qala, bir qəsr almaq mümkün idi. Fransa kralı 6-cı Charles və Burqundiya hersoqu Philip öz xəzinəsində, öz kolleksiyasında unicorn buynuzunu saxlayırdı. İtaliyada çox məşhur Medici ailəsindən olan Lorenzo de Medici 1492-ci ildə kolleksiyasında olan bir unicorn buynuzuna 6000 qızıl florin dəyərində bir məbləğ ödəmişdir. Orta əsr apteklərində isə unicorn buynuzu çox baha qiymətə toz halında və yaxud dərman formasında və yaxud müxtəlif suların, içkilərin içinə qatılaraq satılırdı. Avropada 17-ci əsrə qədər yüzlərlə aptek unicorn buynuzunu dərman kimi satmağa başladı. Hətta bəzi kilsələrdə unicorn buynuzunu toz hala gətirərək onu müqəddəs suya qatırdılar və kilsəyə gələnlərə satırdılar, eyni zamanda içirdirdilər. Amma burada kiçik bir problem var idi. Unicorn heç vaxt heç kim görməmişdi. Onu tutmağı isə ümumiyyətlə mümkün deyildi. Onun buynuzunu əldə etməyi isə bundan da çətin idi. Amma buna baxmayaraq, Avropa bazarlarında birdən-birə çoxlu sayda unicorn, hətta yüzlərlə unicorn buynuzu peyda olmağa başladı. Sanki unicornlar sıra ilə, növbə ilə dayanıb öz buynuzlarını satırdı. Bu bir qədər qəribədir, sizə də elə gəlmir?
Bu bahalı əşyanın arxasında çox ağıllı və pulun dəyərini bilən tacirlər dayanırdı. Tarixçilərə görə Vikinqlər Arktikaya səfər edirdilər və oradan qəribə bir heyvanın dişini gətirirdilər. Sonradan isə bu dişi təbii ki, unikorn və ya alikorn buynuzu kimi də satırdılar. Bu heyvan isə əslində bu heyvanın adı narval idi. Bəli, narval Arktika okeanında yaşayan bu bir balina növünün dişidir. Onun başından çıxan uzun bir spiral diş bəzən 3 metrəyə qədər uzana bilir. Orta əsrlərdə insanlar bu heyvanı əlbəttə ki, tanımırdılar. Ona görə də bu dişin əslində bir unikorn buynuzu olduğunu hesab edirdilər. 1638-ci ildə Danimarkalı alim Ole Worm ilk dəfə sübut etdi ki, unikorn buynuzları əslində narvalın dişidir. O, skeletləri müqayisə edərək bu qənaətə gəldi. Lakin maraqlısı nədir bilirsiniz? İnsanlar, baxmayaraq ki, bu ifşa edildi, bu hadisədən 100 il sonra belə unikorna inanmaq istəyirdilər. 100 illərlə davam etdi bu mif. Milyonlarla qızıl qazandırdı və Avropanın ən varlı insanlarını belə aldatdı. Əslində isə bütün hekayə sadəcə bir balinanın dişindən ibarət idi. Bu bizə bir şey öyrətdi. Bəzən tarixdəki ən böyük aldatmalar belə yalan olduğu üçün deyil, insanların ona inanmaq istədiyi üçün işləyir. Və bəlkə də elə buna görə unikorn bu gün də nağıllarda və bəzən müəyyən əşyalarda bizi izləyir. Mən əminəm ki, sizdə evdə əgər balaca uşaq varsa, siz unikornla artıq tanışsınız. Onun boyamaları, kitabları, hətta paltarların üstündəki rəsmləri, eyni zamanda yumuşaq oyuncaqları divanınızın üstünü bəzəyir. Baxmayaraq ki, tarixdə unikorn heç vaxt olmayıb, amma arzulayıram ki, ona inanan daima saf, təmiz balaca balalarınız olsun.